Əliyev Moskvada keçiriləcək 9 may qələbə paradına qatılmamasının səbəbləri haqqında yayılan informasiyalar kifayət qədər məntiqlidir. Azalın təyyarəsinin vurulmasından 5 ay keçməsinə baxmayaraq Rusiyanın qənaətbəxş addım istintaqın aparılması, günahkarların cəzalandırılması atmaması, Rusiyadan Azərbaycana qarşı kiberhücumların olunmasına aydınlıq gətirilməməsi və son olaraq deputat Badamova qarşı atılan addım Moskva hava limanında saxlanılması və deport olunması, bunun iki məsələ kiberhücum və deputat Badamov üzərindən Azərbaycana qarşı atılan addım Moskvanın Azalın təyyarəsinin vurulmasından sonra münasibətlərdə yaranmış çatların bərpasında maraqlı olmadığını, məsələləri təzyiq yolu ilə həll etmək düşüncəsindən əl çəkmədiyini göstərdi. Əliyev də Moskva paradında iştirakdan imtina etməklə Azərbaycanın qırmızı xətlərini nümayiş etdirir və Azalın təyyarəsi ilə bağlı tələblərin arxa plana keçmədiyi mesajını verir. Əslində, Azərbaycan prezidentinin 9 may paradında iştirak etməsi Bakının yox, Moskvanın istəyi idi. Putin martın 15-də Lukaşenko və Emomali Rəhmonla birlikdə Əliyevə zəng etməsi də Azərbaycan liderini paradda iştiraka razı salmağa hesablanmışdı. Bu, Putinin təyyarə böhranından sonra Əliyevə ilk zəngi idi və belə görünürdü ki, Rusiya prezidenti dəvətinin geri çevrilməsi yaxud Əliyevin Azalın təyyarəsi ilə bağlı tələbləri irəli sürməsi ehtimalına qarşı Lukaşenko və Rəhmon ikilisini prosesə qoşub, Əliyev həmin telefon söhbətində dəvəti qəbul etdi. Ancaq mümkündür ki, Bakı diplomatik kanallarla Moskvaya təyyarə məsələsindəki tələblərinin yerinə yetirilməsi şərtini də irəli sürməkdə davam edib. Bakı ilə münasibətlərin əhəmiyyəti, xüsusilə Əliyevin paradda iştirakının Rusiyanın beynəlxalq imicinin bərpası fonunda Moskvanın haqsız olduğu təyyarə böhranının həlli istiqamətində addım atması daha məntiqli olardı. Ancaq Rusiyanın imperativ yanaşması dəyişmir. Kiberhücum və Azərbaycanlı deputatın deportasiya olunmasında Moskvanın Bakıya Azalın təyyarəsinin vurulmasını gündəmə gətirmə mesajını təzyiq aktı ilə çatdırmağa hesablandığı istisna olunmamalıdır. Əliyevin Moskva paradında iştirak edib etməməsi Azərbaycanın təyyarə böhranı ilə bağlı yanaşmasını ortaya qoyacaqdır. Əliyev imtina etməklə Azərbaycanın haqlı tələbindən geri addım atmadığını göstərdi.